Suraxanıda rayon icra hakimiyyətinin başçısı Adil Əliyevin səyyar görüşləri davam edir. Oktyabrın 1-də Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev Qaraçıxır qəsəbəsi Yeni Günəşli yaşayış sahəsində yerləşən 275 saylı tam orta məktəbdə sakinlərlə səyyar görüş keçirib. Görüşdə rayon icra hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri, qəsəbə nümayəndəsi və bələdiyyə sədri, dövlət orqanlarının, yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər. Görüş zamanı çıxış edən rayon icra hakimiyyətinin başçısı Adil Əliyev hazırda ölkəmizdə keçirilən 3-cü MDB oyunları haqqında məlumat verərək qeyd edib ki, Azərbaycan təkcə MDB aləmində deyil, bütün dünyada həmrəyliyin və əmin-amanlığın təntənəsinə xidmət edən bu tədbirə ev sahibliyi edir. Rayon icra hakimiyyətinin başçısı bildirib ki, belə mötəbər idman yarışlarına ev sahibliyi etmənin arxasında məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. Adil Əliyev səyyar qəbulda iştirak edən sakinlərə müraciət, təklif və şikayətlərini dinləyib. Vətəndaşların müraciətləri əsasən küçə və məhəllə daxili yolların təmiri, yaşayış binalarının və məhəllələrin abadlaşdırılması və digər sosial yönümlü məsələlərlə bağlı olmuşdur. Qaldırılan məsələlərin araşdırılaraq həlli istiqamətində müvafiq tədbirlərin görülməsi və nəzarətdə saxlanılması ilə bağlı rayon icra hakimiyyətinin başçısı tərəfindən aidiyyatı üzrə tapşırıqlar verilib.